Mənim ikinci qızım Kəbişim Down sindromludur. Salam. Vay Tobiş, necəsən Tobişim? Dönmüşüm bu, səpkilərin getməyib hələ. Qızdırmam var Tobişim. Çəkir bax, kamera sənə çəkir. Salam ver. Baxanlara salam ver. Deyirəm, mənim adım Kəbişdir. Nədir sənin adın? Mənim adım Kəbişdir. Uşaq deməli su çiçəyi tutdu. Obrislərdən keçdi. Obrislər çox da ağır keçirmədi. Kəbiş amma ağır keçdi. Sudurqa oldu. 2 dəfə, 3 dəfə xəstəxanalıq oldu. Su çiçəyin karantin vaxtı bitdi, amma onun səpkiləri də bitmədi. Üstəlik qızdırması da düşür, qalxır, düşür, qalxır. Hər gün qızdırmalı, haldan düşüb, çəki itirib. Uşaq üzülüb gedib, dünən aparmışıq, deyiblər ki, indi qızılcadır. Yazıq uşaq su çiçəyi ilə qızılcanı dalbadal keçir. Qızılcanı harada tutub, xəstəxanada olanda digər yoluxmuş uşaqlardan keçib başqa bir ehtimal vermək olmur. Uşaq indi təzdən xəstəxanada, gedirəm ona dəyim. Görüm Kəbişim, Tobişim necədir. Buradan girib çatırıq xəstəxanamıza. Beləcə gəldik, çıxdıq Kəbişimizin yanına. Görüm Kəbişim, Tobişim necədir mənim Tobişim. Ürəyim, mələyim, çiçəyim, böcəyim. Dili ağzı yox, cəməli danışa da bilmir, fikrini də ifadə edə bilmir. 13-14 yaşı olacaq hələ də. Ona görə biraz daha acıyıram onun halına. Qızdırır, qaytarır, boğazı şişib içərdən falan. Görək bu dayı. Uşağın yanına gedirəm dayı. Uşağın yanına gedirəm. Niyə maşınla olur burada, motosikletlə yox dayı? Narahat olma, verib saxlayacaq da. Qəribə bizdə motorculara qarşı şey var belə bir mənalı olmayan münasibət var. İstər məktəbdə, istər xəstəxanada. Xəstəyə gəlib, xəstəyə. Balasının yanına gəlib, kimə gələcək? Bəli. Başa düşürəm. Nə verim sənə? Maşın... Maşın deyək, motosiklet. Asarı niyə verim sənə? Onu danışıram, hal-hazırda çəkiliş gedir. Deyirəm ki, heç yerdə bir mənalı qarşılanmıram. Məktəbə getmişəm o gün təlim keçməyə. Bu balaca deyil, böyük şeydədir, təmirdədir. Bu balacasıdır. Məktəbə getmişəm o gün təlimə. 400 nəfər abituriyentə təlim keçməyə gəlmişəm. İçəri girirəm, qapıçı baxa, hara getsə deyirəm ki, təlimçiyəm də, bəs yuxarıda təlim. Bəs bu kaska deyirəm, kaskad da bomba deyir ki, kaska ilə gəlmişəm də. Motosikletdə zaten görsənə bilməz də. Həsənli Kəbirə. Deməli, sizə nədən danışım? Xəstəxanaya nə yaparsam yaxşıdır. Girmişəm aptekə, deyirəm ki, termometr verin mənə. Xəstəxanaya aparım. Aptekdə əcrasını gülmək tutub satan oğlanı. Deyir, hər şey işitmişdim, bunu işitməmişdim. Yəni, xəstəxanaya termometr aparmaq nə deməkdir? Hansı səviyyənin göstəricisidir? Səhiyyə sisteminin, ümumiyyətlə ölkənin vəziyyəti ilə bağlı. Nə bilim valla, heç məncə əlavə şərhə ehtiyac yoxdur. Artıq ikinci dəfədir gedirəm Kəbişin yanında və yaxdan şey daşıyıram. Bundan qabaqki svetofor'a qədər olan hissə səhər çağları, səhər saatları idi. Söhbətin davamını
uyğunlaşdırıb axşam saatına çaldım. Bir də salam aleyküm. Hər vaxtın xeyir. Hə, bu dayı ilə də qalxımıq sən demə. Nəvəndir dayı? Yox. Hə, Allah sağ ol. Hə, laf yaxşı. Mən də bura propiska oldum, laf.